Fatihəni verməyi də unutma. Fatihə ver. Mən ateistəm. Ateistsən? Bəli. Ne oldu? Allahsız olsan da gərək Fatihəni bilməlisən. Adət ənənəyə görə. Gözləyirsən oradan. Elə ki pulu qoydular 13-cü qəbrin altına. Həriflər gedən kimi pulu götürüb aradan çıxırsan. Bildin? Mənlə də daimi Ratçı ilə əlaqə saxlayırsan. Unutma. Başda. Ha? Sen qəbirstanlıqdan qorxmursan ki. Yox. Qorxmuram. Tək pul olsun. Atamın yolu için laf ölüyle bir qəbirdə yataram. Malades. Xoşum gəldi səndə. Sağ ol. Profesional agentsən. Böyük şairimiz burada çok güzel deyib. Kamil agent olsa da insan yaxşıdır yarımçıq polisçilikdən. Hə? Çok güzel deyib. Profesional olmaq lazımdır. Profesional. Elə ki, reyketlər səni görməsinlər. Reyketlər bilsələr ki, pulu sən aparmışsan, sabah sənin özü günah apararlar. Bildin? Reis, sen de yaman profesyonelsin. Görək də, görək iki profesional nə qayracaq. Yaxşı, əməliyyat qabağı saatlarımız yoxlayaq. 23, 45. 23, 45. İrəli, Allah köməyin olsun. Və heç açdım. Siz ateistlər neyə inanırsınız? Heç nəyə. Komünist partiyası ləğv olunandan sonra qalmışıq avara. Vay, 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 vay. Dinin yok, Bəli, partiyan yok, bəli, yok, yok, bəli, yok. bəli. Sənin işin çətindir. Neyse, keçib daha. İrəli, şəhərimizin gözəli. Deyəsən gəlirlər.